Deməli, qardaşım, logo ilə bağlı həqiqətən çox gözəl logoda Azərbaycan logosu. İstəyirəm məlumat verəsən ki, logo necə oldu ki, bu logo gəldi? Həqiqi çox maraqlı bir logodur. Bu xüsusi hazırlamışıq. Bir aya yaxın bu logonun üstündə işlənilib. 5 il qabaq bu logo dünya onluğunda yer tutan bir logodur. Yarışma keçirildi. Biz də müraciət elədik logomuzdan. Hətta bu logonu hazırlayan məndən xahiş elədi ki, olar. Bu logo ilə mən də iştirak edeyim orada. Saysız hesabsız logolar hazırladım. Dedim, problem yoxdur. Biz Instagramda falan paylaşmışıq. Dünya onluğunda yer tutdu. Pul verdilər? Yox, vermədilər, bilmirəm ona vermədilər. Əsas oldu ki, mən düşünüyorum ki, həqiqətən bu elə-belə bir logo deyil. Sən matematikada göndərsəniz biz düşünürük. Bunun bir 10 vərəq açılışı var. Logoda şey var, müdafiə, Həm müdafiə var, həm hesab kitab var. Yəni işimizi əhatə edən hər şey var da logoda cəmlə. Biz şirkəti müdafiə edirik hər tərəfdə. Bir də mən bir dərsə sözlüyüm, logoda hər şey, öz yerində bir əsas işləməkdir. Mən də hacı, demək olar ki, 4 ildir, 5 il işləyirəm. Xanoğlan tanıyandan, xanoğlanın işləyirəm həqiqətən. Yəni, hamı ilə məsləhət görürəm ki, qanunla işləsinlər. Niyə? Biz sahibkar stresli oluruq da, işçilərlə problem, orada problem, satışla problem, hər yerdə yeyinti var. Ancaq ki, ən vacib olan mühasibatlıqdır. Hər şey dirəli mühasibatlığa verdiyə. Onunla bağlı mənim stresim yoxdur ki, mənim qardaşım operativ həmişə olduğu kimi nömrəcim, nömrə verir. Biz həmişə nə deyirik? Deyirik ki,